görədir ki, salam verməkdə irəli çıxın. Yəni öncəliyin. 2 nəfər insan keçir, bir-birinə salam verir. Kim birinci versə o daha təvazökarlıq elədir. Deməli, salam vermədə öncələmə nədir? Təvazökarlıq əlamətidir. Ya mübahisə zamanı, kiminləsə bir mübahisən var. Müzakirə edirsən, mübahisə. Görürsən bu cədələ keçir. Görürsən bu spora keçir. Görürsən bu elmi yükdən çıxıb mənəm müstəvisinə keçir. İslam deyir, kim tez qutarsa, o daha çox təvazökarlıq elədir. Sən hətta haqq olsun o yerdə, bir var elmi müzakirə o ayrı mövzu. Elmi müzakirədir, elmi müzakirənin elmi çərçivələri var, elmi qaydaları var, bu ayrı. Yəni bunu kimsə avamanə belə başa düşməsin ki, İslam elmi tartışmanı filanı qəbul, o ayrı mövzu. Amma tutaq ki, bir mövzudur, bir məsələdir ki, müzakirə olur, bu artıq bir elmi yükə malikdir və bir müzakirə xatirinə müzakirəyə çevrilib, bir cədələ çevrilib, spora çevrilib, mübahisəyə çevrilib, deyir təvazökarlıqdır. Niyə? Kim birinci qutara, hətta haqlı olsa belə, doğru da olsa belə, təvazö eləsin, qutarsın. Bu da bir məsələ. Amma əgər bir kəs təvazö adına özünü təhqirləyə, alçalda, özünü aşağılaya, danışığı ilə, hərəkəti ilə, müxtəlif rəftarı ilə, geyimi ilə, oturuşu ilə, duruşu ilə, yerişi ilə, hər neyi ilə deyə mən təvazökarlıq edirəm. İnancımız deyir, bu təvazökarlıqdır. Bu nədir? Bu artıq təvazökarlıq bağından keçirsən hara? Zillət bağına, keçirsən xarlıq bağına. Artıq o təvazökarlıq müstəvisindən sən çıxdın, aşdın həddi və keçdin zillət müstəvisinə. Və görürük ki, burada da nə qədər bir dəqiqlik var, bir sərhəd var. Yəni, sən insanlarla rəftarda təvazökarlıq eləməlisən, amma təvazökarlıq sənin şəxsiyyətinin alçalmasına, həqarətinə, aşağılanmasına səbəb olmalıdır. Səbəb olsa o nədir? Təvazökarlıq deyil. Və bu mənada inancımız hər cür o tərki dünyalıq elementlərinə özündə daşıyan hər bir cəryana, hər bir sektaya, hər bir düşüncəyə qarşı çıxır. İslamın içində də, müsəlman dünyasının içində də bəziləri sufilik adına, bəziləri belə bir dünya görüşləri adına ki, bu gözəldir. Məsələn üçün, biri gedir, misal üçün, bir cür həyat tərzi yaşayır ki, bu daha Allaha yaxın adamdır da, bu tam, bunun üçün əhəmiyyəti yoxdur. Biri gedəndə buna misal üçün üzünə tüpürsə sevinəcək ki, nə yaxşı, mənim üzümə tüpürdülər, amma Allaha yaxınam, mən elə içimdə bütün kibri öldürmüşəm. Bu virus bəzən İslama da gəlib daxil eləmək istəyirlər. Dediyimiz kimi bir ifrat təfrit məsələsi var. Ya topluma yuxarıdan aşağı baxmaq və ya toplumda özünün aşağılanmaqva, özünün alçalmaqva razı olma. İslam nə onu qəbul deyir, nə bunu qəbul. İslam deyir ki, sən izzət sahibi ol. Nə aşağılanmaqva imkan ver, nə alçalmaqva imkan ver, nə həqarət olunmaqva imkan ver, nə də kimisə alçalt, nə də kimisə həqarət elə. Bu nədir? Bu bir izzətdir. Bu mənada biz görürük ki, buna sahib olsun, xoş xalı var. Və burada biz gördük ki, bunların izzətlə əslində təkəbbürün əks mənaları da ki, görürük, zillətlə təvazökarlığın da nə qədər bir-biri ilə sərhədləri var və birindən birinə keçməkdə nə qədər mümkün olan məsələlərdir. Buna görə görürük, İmam Səccad əleyhissalam bir tərəfdən izzət diləyir, digər tərəfdən dərhal təkəbbürdən uzaq olmağı diləyir. Ya nə özümüzü dəyərsiz etməyək, nə digərlərinin dəyərini aşağılamayaq, nə digərlərini dəyərsiz bilməyək, nə özümüzü qoymayaq alçaltsınlar, nə digərlərini də alçaltmayaq. Bu İslamın bir orta o həddə yanaşma məsələsidir, o qızıl orta həddir, hər şeyin mötədil yerində olma məsələsidir.